Mingəçevir sakini pensiyasının bərpasını tələb edir. Səsimi prezidentə çatdırın. Mingəçevir şəhəri Şah İsmayıl Xətai küçəsi 14, mənzil 1 ünvanında yaşayan Məmmədov Mətanət pozulmuş hüquqlarının bərpası üçün kömək istəyir. Əqli qüsuru olan Mingəçevir sakini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətindən narazılığını bildirərək Media TV və Azmedia qrupu vasitəsilə ölkə başçısı İlham Əliyevə müraciət edib. Mətanət xanım bildirir ki, əqli qüsuru səbəbindən 3-cü qrup əlillik pensiyası alıb. Lakin sonradan onun 3-cü qrup pensiyası kəsilib. Çətin sosial şəraitdə yaşadığını vurğulayan vətəndaş aidiyyatı qurumlardan kəsilmiş 3-cü qrup pensiyasının tez bir zamanda bərpa olunmasını xahiş edir. 83'əm, 32 yaşım var. İşte. Kusurum var. Xəstəm, ruhu xəstəyəm. Pensiya ala bilmirəm. Sizdən bir köməklik istəyirəm ki, mənim pensiyamı düzəldə biləsiniz, xahiş edirəm. Sizə köməklik istəyirəm. Nə olar, imkanım yoxdur. Anam xəstə, bacım xəçə xəstəliyi. Sizdən köməklik istəyirəm ki, nə olar, mənə bir sizdən xahiş edirəm ki, mən dərmanımı ala bilmirəm. Vaxtında dərmanımı ala bilmirəm, eləyə bilmirəm. Yəni sizdən bir xahiş edirəm ki, mənə köməklik eləyəsiniz. Mən pensiyamı o vaxtdan ala bilmirəm, kəsilibdir. Anam alırdı, anam da indi ala bilmirəm. Mən bir ildəndir, çoxdandır almıram. Pensiyamı ala bilmirəm, 3-cü qrupayam. Yəni sizdən kömək istəyirəm ki, nə olar, xahiş edirəm ki, mənim pensiyamı düzün qoşunda. İşimə baxmıyorum, sabitə getmişəm, hər yeri getmişəm, deyin ki, düzəlmə mümkün deyil. Sən sağlamsan, sənin da düzəlmir. Sən sağlamsan, sənə pensiya düşmür. Mən prezident xanım var, onun mən sizə müraciət eləmək istəyirəm ki, mənim pensiyamı düzsünə qoşsunlar. Mehriba xanımdan köməkli istəyirəm ki, mənim pensiyamı prezident xanımlarla eləsinlər, düzsünə qoşsunlar. Mingəçevirdə yaşayıram. Xətai 18 tropi, mərzi 18-də. Yəni tək qadınam, imkanım yoxdur. Sizdən kömək istəyirəm ki, prezident hörmətli Leyla xanımdan kömək istəyirəm.